Salam, hər vaxtınız xeyir. Hamınızı Amerikanın Wisconsin ştatından salamlayıram. Bu günləri video mövzumuz olacaq sizin suallarınız barədə, hansı ki YouTube kommentlərində və Instagram mesaj bölməsində hamısını qeyd eləmisiniz. Mesajların və sualların çoxu Work and Travel-a necə gəlmisən, bu proqramda necə iştirak eləmisən, necə eləməliyik, nə qədər pul xərcimiz çıxır, biletlərə nə qədər ödədin və s. bu şəkildədir. Və biz bu sualların hamısını bir yerə toplamışıq. İndi bir-bir buradan sualları çıxarıb hamısına ətraflı şəkildə cavab verməyə çalışacağam. Ümid edirəm ki, bu videoda öyrəndikləriniz sizə bu proqramı müalicə etməkdə köməkli olacaq. Gəlin gedək. İlk sualımız. Salam, öncəliklə uğurlar arzu edirəm. Sualım budur ki, 3 aylıq proqram müddətində Unini dondurub getmisiniz, yoxsa necə? Work and Travel proqramı demək olar hər ilin yay aylarında baş tutur. Yay aylarında olduğuna görə, universitetdə olmadığına görə siz rahat şəkildə bu proqramda iştirak edə bilərsiniz. Səsimə görə üzr sayın, biraz soyuqlamışam burada ona görə. Kommentlərinizi oxuyuram, orada suallarla yanaşı həqiqətən adamı motivasiya edəcək sözlər də var, cümlələriniz də var. Buna görə ayrıca hamınıza təşəkkür edirəm. Bu sözləri görəndən sonra adam daha da istəyir ki, yeni videoları çəksin, yeni şeyləri sizə göstərsin. Salam, Master 2-ci kursa keçdim, yəni 2026 Summer'da bitirirəm, son ilimdir. Bakalavr GPA 99, Master 98 və IELTS 7 var. Hal-hazırda 2026 Summer üçün müraciətlər açılıb. Son kurs olduğuma görə rejək olarmı görəsən. Göstəriciləriniz həqiqətən çox yaxşıdır. Amma burada riskli məqamlardan biri odur ki, axırıncı kurs olmağınızdır. Xüsusilə master proqramında. Biraz konsullar master proqramına iştirak edən şəxslərə viza verməkdə tərəddüd eləyir. Çünki siz sonuncu kursunuz, həm də bakalavrı bitiribsiz deyə konsul fikirləşir ki, sən gedib qayıtmayacaqsan, həyatını orada qura bilərsən deyə potensial immiqrant sayılırsan deyə məncə biraz çətindir, amma məncə siz bir şirkətlə danışın. Onların əlində datalar var, hansı ki master 2-ci kurs olub gedib başqa yerlərdə viza ala bilən şəxslər var. Yəni məncə bir şansınızı sınayın, çünki həqiqətən nəticələriniz çox yaxşıdır. Növbəti sual. Gözəl, əyləncəli videodur. Bəzi musiqilərə görə təlif haqqı gəlmir. Sual budur. Xeyr, mən videonun əsasən çəkilişi ilə məşğul oluram. Edit tərəfinə isə dostum məşğul olur, sağ olsun, Təbriz. Məncə bu sualı editora buraxaq, onun kreativliyinə, amma çalışdığı qədər çox axtarır, çox eləyir ki, musiqilərə telif gəlməsin. Bəzən birinci videoda telif gəlmişdi bir musiqiyə, onu sonradan dəyişdirdik. Yəni belə bir problem olanda da aradan qaldırmaq olur. Növbəti sualımız budur. Salam, ixtisasınız nədir? İxtisasım kompüter elmləridir. Xəzər Universitetində təhsil alıram. 3-cü kursam, 4-cü kursa keçirəm. Digər sual nədir? Açaq baxaq. Work and Travel Azərbaycan şirkətidir. Xeyr, Work and Travel Azərbaycan şirkəti deyil. Bu beynəlxalq bir proqramdır. Hansı ki, dünyanın müxtəlif ölkələrindən gənclər dediyim, yəni universitet tələbələri bu proqramda iştirak eləyir. Öz yaylarını 3 ay müddətində gəlirlər burada həm işləyirlər, həm də işləri bitdikdən sonra və yaxud da iş vaxtı ərzində gəzintilər eləyirlər. Beləliklə Amerika mədəniyyəti ilə tanış olurlar. Yəni bu proqramın məntiqi budur. Növbəti sual. Ölkədə davamlı qalmağı plan edirsinizmi? Ölkədə yəqin ki, Amerika nəzərdə tutursuz. Xeyr, burada qalmağı plan eləmirəm. Vətənə qayıtmaq istəyirəm. Çünki universiteti bitirməliyəm. Daha sonra növbəti planlarımda bəli, bura geri qayıtmaq ola bilər. Amma hal-hazırda burada bu cür yaşamaq istəmirəm. Yəni, bu cür yaşamaq dediyim, universiteti bitirib bura savadlı kadr olaraq gəlmək istəyirəm. Yəni, belə də bizim universitetlər çox da savad vermir doğrusu. Amma yəni ki, bir diplomla gəlmək istəyirəm ki, mən bu cür işdə işləməyim. Mən bu cür dediyim nədir? Xidmət sektorunda işləməyim. Həqiqətən maraqlıdır, amma bəzi vaxtlar çox yorucu olur. Yəni, görürsən ki, işlədiyinə dəymir bəzi vaxtlar. Ona görə nə deyirik?
gedin universitetinizi oxuyun, təzədən qayıdın. Çünki həm də yaxşı bir backgroundunuz olsun ki, siz artıq Amerikada oldunuz, yenidən qayıtdınız və gələn səfər viza verilmə şansı məncə çox olar ki, bu adam qayıdıb da gedir. Növbəti sualımız. Tez-tez video açsaz yaxşı olar, videolar maraqlı, həftədə 2 video olsa yaxşı olar. Bu sual da eləsində bir təklifdir. Həftədə 2 video həqiqətən çox çətin məsələdir. Çünki mən 2 işdə işləyirəm burada, housekeeping və wait staff. Bu 2 işdə də təxminən həftəyə 60 saat, 60 saatdan bəzən çox olur deyə. Demək olar, yatmağa az olan vaxt tapıram, o da qalsın ki, videolar çəkməyə. Növbəti sualımız. Work and travel ilə xaricə çıxış əldə etmək şirkətlə anlaşma falan hansı şəkildə anlaşmısan, xərc nə qədər çıxıb, neçənci kursda getmək daha yaxşı olar. Bu kommenti yazan kimdirsə elə bütün sualları burada soruşur, yəni video burada qurtarır da. Work and Travel-a Inter-Exchange şirkəti ilə gəlmişəm. Orada indi Instagram səhifəsini görərsiniz, əlaqə saxlamaq istəsəz, əlaqə saxlayarsınız. Xərc nə qədər çıxıb? Proqramın xərci 2059 dollardır. Bu 2059 dollara sizin təyyarə biletləriniz daxil deyil. Sadəcə proqramın ödənişi bu qədərdir. Neçənci kursdan getmək daha yaxşı olar? Hər kursdan getmək daha yaxşı olar. 1-ci, 2-ci, 3-cü, 4-cü, əgər 18 yaşınız varsa, yox, 4 deyil. Çox vaxtı 4-cü kurslar proqramdan reject alır. Çünki artıq fikirləşirlər ki, konsullar, yəni bu insanın ölkəyə qayıtmağa bir səbəbi yoxdur. Yəni qalıb orada işləyə bilər deyə onlara çox vaxtı viza vermirlər. Yəni 1-ci, 2-ci, 3-cü kurslarda nəzərə alsaq ki, Azərbaycanda 1-ci kursa qəbul olunan uşaqlar, gənclər daha doğrusu 16 və 17 yaşlarında olur. Sizin bu proqrama müraciət etməyiniz üçün 18 yaşınız olmalıdır. Əgər 18 yaşınıza aylar qalıbsa, məsələn deyək ki, mənim ad günüm oktyabrdadır və proqrama müraciət etdiyim tarix avqust və sentyabrdır. Siz orada koordinatorlarla danışın, onlar sizə deyəcəklər ki, hansı vaxta qədər siz 18 yaşınızı olmaya bilər də, yəni 17 yaşınıza müraciət edə bilərsiniz. Yəni bu kimi hallar ola bilər ki, sizin 18 yaşınız tamam olsun, ondan sonra proqrama müraciət edəsiniz. Orada bir qarışıq bir situasiya var, mən onu daha doğrusu bilmirəm. Amma onu bilirəm ki, 17 yaşınıza müraciət edə bilərsiniz. Əgər sizin ad gününüz proqramdan sonra olacaqsa, hə. Yox, yəni bir ildən sonra olmasın da ad gününüz, yəni. Proqramdan sonra olursa, hə. Proqram dediyim, müraciət elədiyiniz tarixdən sonra olursa ola bilər. Növbəti sualımız. Salam, sən kimya mühəndisliyi bitirmişsən? Xeyr, mən hələ universitet bitirməmişəm. Ümid edirəm ki, gələn il universiteti bitirəcəm. Yəni, biraz o da şübhə altındadır. Məsləhət görə biləcəyiniz kurs və yaxud müəllim varmı General English üzrə? Məsləhət, yəni bu bir reklam deyil, amma özüm də hazırlaşmışam IELTS Gate Akademiyada. 28-də yerləşir. Anüs tələbələrinə də rahat olar. Bir çox tələbələrə məncə 28 rahatdır. Çünki metro həm də şəhərin mərkəzinə deyə yaxın məsafədədir. Mən IELTS Gate Akademiyada General English təhsil almamışam, amma IELTS almışam. Onu deyə bilərəm ki, IELTS üzrə həqiqətən də yaxşı kursdur. İstəsəz sınaya bilərsiniz. Növbəti sualımız Work and Travel. Amerikada nə qədər şanslı ailədə doğulasan ki, bunları edə biləsən, həftəlik 8.000 dollar verirsən dil məktəbinə, hələ bunun qalmaq yeri, gündəlik yeməyi, sonra da otur de ki, əziyyət çəkirəm, nədir ki, göz qaytarmaq üçün. Bizim yazıp okul okumamız yok. Okul okumamışık. Anlıyor musun? Birincisi onu demək istəyirəm ki, bu dil məktəbi deyil, Work and Travel proqramıdır. Proqramın da qiyməti 2060 dollardır. Yəni həftəlik ödənişi deyil, 3 aylıq proqram müddətində bu qədər ödəyirsiniz. Fikrimcə bu məbləğ o qədər çox deyil. Yəni fikirləşsək ki, siz burada kifayət qədər pul qazanacaqsınız. Yəni onu borcla alıb yenidən qaytara bilərsiniz. Yəni sizin bu proqramda iştirak eləməyiniz sizdən ultra bir maddi dəstək istəmir. Sadəcə normal, yəni minimal bir ailədə doğulsanız belə bunları elə bilərsiniz ki, Azərbaycanda çoxumuz bu vəziyyətdə yaşayırıq. Digər sual. Amerikada sosial həyat necədir? Amerikada sosial həyat necədir? Bura gəlməmişdən qabaq mən fikirləşirdim ki, ancaq burada işləyəcəm, amma elə olmadı. Bəzən, məsələn, keçən dəfə, indi videonu görəcəksiniz orada,
Biz getdik göldə gəmi turuna. Gəmi deməyim, yaxta. Azərbaycanca onun adını bilmirəm ümumiyyətlə. Yaxta tur elədik. Yaxta turuna bizim müdirimiz apardı və bizim orada heç bir xərcimiz çıxmadı. $0. Yəni özü bəzi vaxtlar belə bir şey eləyir ki, bizim başımız qarışsın. Buna bir dəfə yox, 2 dəfə getmişik və həqiqətən də demək olar burada ən çox sevdiyim məşğuliyyətlərdən biri odur. Çox maraqlıdır, maraqlı keçir, üzürsən, orada digər atraksiyon var, hansı ki gəminin arxasına bağlayıb səni sürürlər, belə maraqlı bir şeylər olur. Sosial həyatdan başqa nə demək olar? Bu proqram həm də cultural exchange proqramı olduğuna görə, yəni siz burada həm mədəniyyəti öyrənirsiniz, həm də öz mədəniyyətinizi təbliğ edirsiniz deyə belə bir alış-veriş olur mədəniyyətlər arasında. Ayda bir dəfə Amerikanın hansısa bir yerinə, hansısa bir güşəsinə gedirsiniz, hansısa bir parkına, yarmarkasına. Biz keçən dəfə yarmarkaya getmişdik. Onun da videolarını hal-hazırda görəcəksiniz, ekranda gedəcək və ondan da əvvəl Chicago şəhərinə, ondan sonra daha doğrusu Chicago şəhərinə yollanmışdıq uşaqlarla. Chicago şəhərini bizi tanıtdılar, harda, hansı ki, orada məşhur yerləri var, oralara getdik, elədik. Mən doğrusu əvvəl getmişəm, videonu da siz yəqin ki, izləmişsiniz, izləməyibsinizsə, editor ora yerləşdirsin videonun zəhmət olmasa. Belə. Yəni, sosial həyat maraqlıdır burada. Biz burada 20 nəfər Ceyvan tələbəsi qalır. Ceyvan tələbəsi nədir? Yəni, Ceyvan vizasının sahibi olan tələbələr. Növbəti sualımızı oxuyum. Növbəti sualımız nədir? Biletlərə nə qədər xərciniz çıxdı? Biletlərə nə qədər xərcim çıxdı? Deməli, $960 ümumilikdə oldu. Yəni, tək bilmirəm, tək necə oldu bilmirəm. Çünki mən həm gediş, həm də dönüş almışdım. Çünki bizə dedilər ki, aeroportda sizə problem eləyə bilərlər ki, niyə gəliş biletini almışsan da, sənin məqsədin nədir, sən buradan mı qalacaqsan deyə gəliş biletini də qorxumuzdan almışıq. $960 Turkish Hava Türk Hava Yolları ilə gəlmişik. $960 tələbə endirimi ilə. Orada siz tələbə kartınızı yerləşdirərək endirimlər əldə edə bilərsiniz. Növbəti sualımız nədir? Abi, orada proqramist maaşları nə qədərdir? Bu arada vel video. Gözəl sözlərinizə görə hər birinizə təşəkkür edirəm. İndi keçək suala. Proqramist maaşları dəqiq bilmirəm nə qədərdir, amma təxmini 90.000, 100.000 indi Təbriz video yerləşdirər bu barədə məlumatları. Yəni 90-100.000 arası illik yeni başlayanlar üçün. İndi bu ştatdan ştata da fərq edir. İndi Amerikanın hər ştatında eyni maaşı almarsınız, amma böyük ehtimal 80.000-dən 90.000 ortalama başlayarsınız. Viza almaq çətindir. Mən 2 dəfə kəsilmişəm Amerika üçün Ceyvan vizasından uğurlar. Həqiqətən viza almaq prosesi biraz Azərbaycanda çətin məsələdir. Ona görə siz müraciət elədiyiniz şirkət sizin ortalamanıza uyğun, öz əlindəki bir dataya uyğun sizi müəyyən ölkələrə yönləndirə bilər ki, gedib siz oradan vizanı alasınız. Azərbaycanda viza alanda sizin ortalamanıza çox fikir verirlər. Bu onlar üçün önəmlidir. Belə, yəni Azərbaycanda həqiqətən viza almaq çox çətindir. Mən dəhşət həyəcanlanmışdım viza alanda. O gün mənim yadımdan çıxmır. Həyatımın ən həyəcanlı günlərindən biri idi. Biraz da o viza görüşməsindən danışım sizə. Asan xidmət kimi bir yer fikirləşin. Pəncərələrdir, 4 dənə pəncərə var. Pəncərələrə sıra-sıra yaxınlaşırsınız. Sonuncu yaxınlaşmanızda artıq konsulla görüşürsünüz. Konsul nələr soruşur? Məndən soruşmuşdu, hara gedirsən? Bir də soruşmuşdu, harda oxuyursan, nə oxuyursan? Hansı ölkələrdə olmuşsan? Bundan əvvəl mən Avropada olmuşam deyə 2 dəfə. Elə ölkələri mən adını sadalayanda gördüm ki, başlayır mənim DS formumu imzalamağa. Onda rahatladım ki, lap yaxşı. Arada da bir dənə, axırda da bir dənə sual verdi ki, bəhanə olaraq. Universitetdə neçə nəfər iştirak edir? Mən dedim sayını bilmirəm. Dəqiq, amma yəqin ki 4-5 olar. Nəsə, buranı kəsərsən. Buranı kəs. Başlayaz. Yox, kəs sualı. Buranı kəs.
Onu kəsərsən, buranı kəsərsən. Ay, eçim yaxşı vəziyyətdə deyil. Təzən, bunu təzən. Bir daha su içimiz Ruslan.